Şabran rayonunda yerləşən Aris Tağıyev küçəsinin acınacaqlı vəziyyəti sakinlərin narazılığına səbəb olub. Küçənin uzun müddətdir baxımsız qalması nəticəsində yol demək olar ki, keçilməz vəziyyətə düşüb. Bakunes Azza danışan sakinlərin sözlərinə görə, xüsusilə yağışlı günlərdə küçədən istifadə etmək daha da çətinləşir. Palçıq və çala çuxurlar səbəbindən həm piyadalar, həm də nəqliyyat vasitələri ciddi problemlə üzləşir. Sakinlər bildirirlər ki, 21-ci əsrdə bir şəhərin küçəsinin bu vəziyyətdə olması yol verilməzdir. Onların sözlərinə görə yolun uzun müddətdir asfaltlanmaması gündəlik həyatda ciddi narahatlıq yaradır. Küçədə yaşayan Vətən müharibəsi iştirakçısı da məsələ ilə bağlı narahatlığını ifadə edərək bildirib ki, məhəllə sakinləri bu problemin tezliklə həll olunmasını istəyirlər. Sakinlər Bakunes Az vasitəsilə aidiyyəti qurumlara müraciət edərək Aris Tağıyev küçəsinin qısa zamanda asfaltlanmasını və yolun normal vəziyyətə gətirilməsini xahiş edirlər. Onların sözlərinə görə videodan da aydın görünür ki, küçə hazırda keçilməz vəziyyətdədir və problemin həlli gecikdikcə sakinlərin çətinliyi daha da artır. Sakinlər ümid edirlər ki, məsələ qısa müddətdə diqqətə alınacaq və küçənin asfaltlanması istiqamətində addımlar atılacaq. Qeyd edək ki, məsələ ilə bağlı Şabran rayon icra hakimiyyəti və aidiyyəti qurumların da mövqeyini dərc etməyə hazırıq. Mövzu tərəfimizdən diqqətdə saxlanılır. Bərbad gündə. Bax, yolun o yüzden asfalt, o bir məhlə, bizi bu məhlə bərbad gündə. Bax. Necə asfalt, qəşəng asfalt. Bizim bu məhlə nə gündə.